Salam dostlar, bugün sizlerle bir simülatör oynuyoruz. Güzel ama çok güzel oldu. Ne yapmam geldi? 10 lira. Sizlerle bu güzel hareketleri açalım. İsteyen videonun 5 dakikalı olacak videom. İsteyen gelir. Online'da beraber oynayalım. İnşallah. Abo. Yok. Sabah PUBG oynamağı düşünürəm. Böyle oyunlar oynayıb hikayələrimi danışmaq istəyirəm. Yani hikayəm var idi. Məktəbdə onu danışacağım. Günlərin bir günü bizdə gəldik məktəbə. Mən də hələ məktəbdə cins giyinirəm, şalvar. Özümdə şeyim yoxdur da, haberim yoxdur ki, olmaz olar da. 5-ci sinif idim mən də. İndi isə 6-yam. Yeni düşdüm. Direktor yaxşı direktorlar hamılar şeydir. Qapının ağzında dayanır, telefonu olanları, olmayanları soruşur. Onlardan yine düşdüm oyunu, niye düşürəm? Telefonu olanlardan taxta bir dənə qab var, onun içine koymasını istəyir. Koyması bir də icazə vermir. Elə qadın bizim direktorumuz. Bir gün böyle bu dayanıb, mən də keçirəm içeri. Görürəm ki, bu şeydir. Mən saxlayır, dedim nə olub? Dedim nə olub mənə? Dedi ki, bu nədir cins şalvarına gəlsin? Dedim mənə nə olub ki? Dedi ki, məktəbi şalvarına gəlməsi üstümə qışqırdı elədi. Üstümdən deyirəm ki, niyə qışqırsan mənim? Mən nə günahsız qulam, mən hələ yazıq uşağım. Təzə 5-ci sinifə girmişəm. Dedim mənə 4-cü sinifdən bu eyni şalvarla gedirəm mən. Ondan sonra da şey oldu. Dedi ki, ananla danış, sabah məktəbə gəlsin. Dedim bir dənə şalvar görə belə şey edirsən sonra. Ayıb ama içimdən dedim. Yəni belə bizdən sən bilirəm ki, məktəbdən atılacam. Ondan sonra da bir də məktəbə yazılacam. Dedim anama. Anam da sinif rəhbərimə yazdı. Sinif rəhbərim də dedi ki, deyən direktora sən seçib alır. Mənim sizə baxacaq. Gün eyni şalvarla gedirəm. Çünki birinci gün o gün günüydü və bizim də pulumuz yox idi o gün. Atamla işe girməmişdi. Ondan sonra bu onu yenə canlandırdı. Dedi niyə şalvarla gəlsin? Dedim mən pulumuz yox idi. Sinif rəhbərim müəlliməm sizlə danışacaq. Nəyə danışacaq? Dedi ki, deyərsən mən ondan danışacağım. Dedi, sinif rəhbəri deyərsən elə belə. Diyor, nə oluyor be? Bir dənə şalvara görə, yəni bütöv bir hadisə yaşamışıq. Mən də o vaxtlar qorxuram ki, direktor mənim yanıma çağırsın. Ürəyim qopar da o vaxtlar mənim yerinə ki, direktor məni çağırsın. Çağırsın. Çağırsın ya. İndi bir dəqiqəmiz qalıb, ondan hərəkət deyirlər, sonra da videomu bitirim. Sabah PUBG oynamağı düşünürəm. Sabah səhərin müsədə istəyənə hesabımı verərəm, dostluq atar, VS atarıq, onu da paylaşarım. Nə olar, kömək edin də hesabım böyüsün, canlı atın beraber şeylə, o ünlülər var ya, deyir ki, adımı ver, oynayaq. 10 kimi olmaq istəyirəm. Özdə ikinci əl əşyalar adında bir dənə kanalım var. Zəhmət olmasa oraya gələ bilərsiniz. Orada ikinci əl əşyalar satılan istəyən ola bilər. Labubu, zat. Görüşmək ümidi ilə sağ olun.